Kondisionerli nəqliyyat vasitələrindən isti havaya çıxır, ardınca yenidən sərin bir məkana daxil oluruq. Əlbəttə, gün ərzində yaşanan bu temperatur dəyişikliyinin orqanizmə müəyyən təsirləri var. İsti havalarda damarlar genişlənir, tərləmə artır və əzələ də daha relaks olur. Amma anidən soyuq havaya keçdikdə damarlar daralır və əzələ spazmı artır. Bu damar daralması təzyiqi artmasına səbəb olur. Bu da ürək-damar xəstəlikləri olan insanlarda riskdir. Bundan başqa soyuq havada boğazda qıcıqlanmalar, ağciyərdə, bronxlarda qıcıqlanmaları verir ki, bu da asma və bronxial problemləri olan xəstələrdə şikayətlərin artmasına gətirib çıxara bilir. Bəzi insanlar iş gününün böyük hissəsini kondisionerli otaqda keçirirlər. Bu, iş mühitini daha komfortlu etsə də, gün ərzində uzun müddət qapalı və sərin otaqda qalmaq bir sıra qaydalara əməl etməyimizi tələb edir. Çalışmaq lazımdır ki, isti havadan birbaşa soyuq otağa keçməyək. Öncəsində sərin yerdə 3-5 dəqiqə istirahət eləyək, sonra kondisioner otağa keçək. Bir də kondisionerin temperaturunu 24-25 dərəcədə saxlamaq lazımdır. Çalışmaq lazımdır ki, çöldəki isti hava ilə otaqdakı kondisioner havası arasındakı temperatur fərqi 10 dərəcədən artıq olmasın. Yayda sərinləmək üçün kondisionerlərdən demək olar ki, hər gün, hər məkanda istifadə edirik. Ancaq cihazın məkana görə düzgün seçilməsi və uyğun temperaturda işlədilməsi həm rahatlığımız, həm də sağlamlığımız üçün əhəmiyyətlidir. Multitipli kondisioner var, split tiplilər var, şkaf tiplilər var, kaset tiplilər var, VRV sistemləri var. Onlar ölçülərinə və təyinatına görə dəyişirlər. Otaq üçün olan temperaturu tənzimləmək üçün split tipli kondisioner, yəni balaca kondisionerlərdən istifadə olunur. Yəni iri məişət obyektləri üçün, iri zallar üçün isə şkaf tipli kondisionerlərdən istifadə olunur. Çöldən evə gələrkən də tamamilə soyuq bir rejimə düşmüş oluruq. Burada da yenə hava temperaturu dəyişkəndir. Bütün bunlar göstərir ki, temperatur fərqinin səhhətimizə olan təsirlərinin fərqində olmalı və özümüzü qorumalıyıq. Röya Salmanova, Elxan Novruzov, Telesəhər.